Salam olsun bizim kanalı izleyen hər bir kəsə. Bu dəfəki çəkilişim Qəbələnin mərkəzində yerləşən Hilçalet Hotel and Resort istirahət mərkəzindəndir. Gördüyünüz kimi səhərimizi açmışıq. Hava çox gözəldir. Nə gün çıxıb, nə yağış yağır. Buludlu, dağların ətəyində yerləşən istirahət mərkəzidir. Qəbələnin mərkəzindən 3-5 dəqiqə məsafədədir. Gəlin otelin ərazisi ilə sizi tanış edeyim. Gördüyünüz bu iki bina otelin istirahət mərkəzinin otel binasıdır. Bu hissələr maşın dayanacağıdır. Gəlin ətrafla tanış edeyim. Daha sonra otel binasının içindən çəkilişim də olacaq. Bura hovuzdur. Səhər saat 9-dan axşam saat 7-yə qədər hovuz işləyir. Dərinlik 1.50-dir. Suyu tərtəmizdir. Axşamlar da gəlib hovuzun ətrafında oturub istirahət edə bilərsiniz. Gördüyünüz kimi suyu dupdurudur. Və burada istifadə qaydaları da gördüyünüz kimi 9-7. Gəlməmişdən öncə əgər burada qalmaq istəyirsinizsə öncədən rezerv eləyin. Hətta bir həftə 10 gün qabaqdan, çünki yerlər tapılmır. Deməli, bu gördüyünüz iki villa tipli kotejlərdir. Onlar 6 nəfər və plus üstündə şəxs tutur. Onların qiyməti iyul ayı üçün 600-700 nəfərdir. İyunda biraz aşağı olur. İstəsəz otelin resepsiyonuna zəng eləyib qiymətləri daha ətraflı öyrənə bilərsiniz. Bu gördüyünüz Hilçaletdə kotejlərdir. Kotejlərin həm 2 nəfərliyi var, həm 4 nəfərliyi var. 2 nəfərliklərin qiyməti həftə içi 243 manat, həftə sonu 306 manat. 4 nəfərliklər isə həftə içi 306, həftə sonu 360 manatdır. Otel ərazisi çox da böyük, geniş deyil. Gəlin gedək dayanacaq, daha sonra resepsiyon hissədən otel binasının ərazisinə keçək. Və siz əgər istəyirsinizsə buradan restoran hissəsinə də qalxa bilərsiniz. Oradan otelə də keçə bilərsiniz. Və ya əksinə bu hissədən də belə gedib otel binasına giriş eləmək olur. Burada uşaqların əylənməsi üçün sürüşkən, yerləncək, mini uşaq əyləncə yeridir. Əlavə burada istirahət eləmək üçün digər əyləncə növlərindən təəssüf ki, yoxdur. Sadəcə olaraq otel, hovuz və spa xidmətləri mövcuddur. Birazdan spa xidmətlərinə də düşüb baxacaq. Burada maşınınızı rahat saxlaya bilərsiniz. Gəlin resepsiyon hissəsindən içəri keçək. Amma ki, çox təmiz, çox keyfiyyətli, tikilişə sahibdir. Sabah suyu.
Gördüyünüz kimi içəri resepsiyon hissəsindən keçdik. Gəlin spa xidmətlərinə düşək. Hər gün səhərdən axşam saatlarına qədər fəaliyyət göstərir, lakin qadın vaxtı saat 3-dən 5-ə qədər qadın vaxtıdır. Burada otel otaqlarıdır. Və burada 3 alətləri var. Qaçış aparatıdır, velosipeddir və trenajyordur. Daha sonra soyunub geyinmə otaqlarıdır, qadın soyunub geyinmə otaqlarıdır, kişi soyunub geyinmə otaqlarıdır. Daha sonra burada saunadır, buxar otağı, bu fin saunasıdır, masaj otağıdır və türk hamamı. Gördüyünüz kimi Hilçalet Qəbələ otelində spa xidmətləri də. Bura birinci mərtəbə gedir. 2, 3, 4 mərtəbədən ibarətdir otel binası. İndi isə gəlin sizə restoran hissəsini tanış edeyim. Restoran hissəsi səhər 8-dən 11-ə qədər açıq bufet formasında olacaq. Gəlin sizi Hilçalet Qəbələdə restoran hissəsində açıq bufeti ilə sizə tanış edeyim. Bu gördüyünüz barın stoldur, bar hissəsidir. Daha doğrusu səhər yeməyimiz. Burada istəsəz əlavə şeylər də sifariş edə bilərsiniz. Gördüyünüz kimi göbələk, sesika belə şeylər qoyublar, düyü, qayğanaq formasıdır. Çeşidlərə baxarsınız. Fərqli çeşidlərimiz var. Pendir çeşidləri, kalbasa çeşidləri, pomidor, xiyar, şor, yoğurt. İçməyə soğuk, portakal suyu, kofe, bar ramkası, meyvələr. Yəni bu qədər geniş çeşid tərkibli açıq bufetdir. Oturmağa da həm belə içəridə otura bilərsiniz, həm burada cam balkon hissəli bu formada belə otura bilərsiniz, üstü bağlı yerdə. Və ya terasında əyləşib mənzərənin dadını çıxara bilərsiniz. Və gəlin otel binasının içərisi ilə tanış edeyim sizi, biraz da ətraflı öyrənək. Bu bir liftdir. Buradan bayaqdan bir spa mərkəzinə düşdük. Bu restoran hissəsidir, artıq tanış olmusunuz. Daha sonra otel otaqları bu hissədə də mövcuddur. Səhər saatları olduğu üçün sakitçilikdir, ona görə çəkilişimi səhər saatlarına saxladım. Burada da otaqlarım mövcuddur və burada da bir liftimiz var. Buradan da çıxış olur bu hissəyə.
və otel otağı ilə sizi tanış eləyirəm. Və burada 2 nəfərlik, 2 nəfərlik otaqlar var. Mən təəssüf ki, otel otaqlarının çoxusu dolu olduğu üçün mən sizə 2 nəfərlik, 4 nəfərlik və kottecin daxili interyerini çəkmək istəyirdim. Lakin otel otaqları dolu olduğu üçün mən sadəcə olaraq 2 nəfərliyin içərisini çəkə bildim. Gəlin sizə 2 nəfərlik otağın daxili interyeri ilə tanış eləyim. Gördüyünüz kimi girəndən sonra dolabımızdır. Belə geniş dolabımız var. Seyfimiz var burada. Daha sonra burada böyük 2 nəfərlik yataq otağımızdır. Belə böyük bir plazma televizorumuz var. Burada istəsəz əlavə ekstra bed açırsınız. Ekstra bed adam başı 40 manatdır. 12 yaşdan yuxarı 6-12 yaş 20 manatdır. 6 yaşa qədər isə pulsuzdur. Daha sonra burada belə balaca xaladenikimiz var və sanuzel, gördüyünüz kimi duş kabin, məhrabalar yerində və budur. Hilşalet Qəbələdə 2 nəfərlik standart otağın daxili interyeri. Bu da Qəbələ Hilşaletdə axşam vaxtıdır. İstədim bu otelin axşam görüntüsünü sizlə paylaşım. Gördüyünüz kimi axşam saat artıq 11-dir və otelimiz sakitçilikdir. Hər tərəf bu formada işıqlandırılmış şəkildə və yuxarıda restoranımız işləyir. Yəni istəsəz siz də gəlib axşam vaxtı orada çay, kofe, əlavə nə istəsəz sifariş verə bilərsiniz. Daha sonra istəyən şəxslər basen ətrafında otura bilər, istirahət eləyə bilər. Hətta belə deyim, restorandan basen ətrafına, buradakı əyləşmə yerlərinə də sifariş verə bilərsiniz. Gəlin, basenin, hovuzun axşam görüntüsünü də göstərim sizə. Gördüyünüz kimi bu formada işıqlıdır. Hovuz saat 7-yə qədər işləyir və 7-dən sonra hovuz bağlanar. Axşam vaxtı çimmək qadağandır. Və bunlar da villa tipli kotejlərdir. 6 nəfər və yuxarı şəxslər üçün nəzərdə tutulub. Bu kotejlərimiz isə 2-3 nəfərlik nəzərdə tutulmuş kotejlərdir. Gördüyünüz kimi. Bu da Qəbələ Hilşaletin axşam görüntüsü. Kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Yəni də izləmədə qalın. Əziz izləyicilər, çalışdığım qədər Hilşalet Qəbələ Otel and Resort istirahət mərkəzinin tərkibi ilə sizi tanış elədim. Gördüyünüz həm kotejlərdir, həm villa tipli böyük kotejlərdir, həm otel binasıdır, həm restoran hissəsidir, həm də ki basen hissəsi ilə, hovuz hissəsi ilə sizi tanış elədim. Bu istirahət mərkəzi otellər segmentində üst sıradadır, belə deyim, həm keyfiyyətinə görə, həm təmizliyinə görə, həm yeni təmirdən çıxdığına görə qiymətlər digər otellərə nisbətən biraz yuxarıdır, bahadır. Lakin
gözəl istirahət eləmək istəyirsinizsə, yəni bu istirahət mərkəzini seçə bilərsiniz. Sizə məlumat xarakterli çəkib paylaşdım. İnşallah əziyyətimə qiymət verib abunə olarsınız, bəyənmə verərsiniz. Bu mənim üçün böyük bir stimuldur. İzlədiyiniz üçün çox sağ olun. Məndən bu qədər. Xoş izləmələr. Sağ olun.